Hər bir yaradılış öz müəllifi tərəfindən müəyyən bir məqsədlə yaradılıb. Yaradıcı insana bu maddi dünyada ilk olaraq bir bədən verir. Bu bioloji bədən də təbiətin bir parçasıdır və onun qaydaları ilə fəaliyyət göstərir. Təbiət vasitəsilə hər bir canlıya öz bədəninə uyğun qidalar verilir. Heç bir sincab hansısa xüsusi bir pəhrizə oturmur. Heç bir qartal sağlamlıq haqqında araşdırmalar aparmır. Təbiətdə mövcud olan heç bir məxluq yediyi məhsulların tərkibini oxumur, kaloriləri hesablamır. Onlar sadəcə öz bədənlərinə uyğun qidalanır və öz təbiətlərinə uyğun yaşayırlar. Və məhz buna görə də sağlamdılar. Demək istədiyim çox sadə bir şeydir. Təbiət müdrikdir. Bəzi məhsullar var ki, insan bədənini qidalandırır, onu həyat üçün vacib maddələrlə təmin edir və təmizləyir. Bəzi məhsullar da var ki, insan bədəninə uyğun deyil. Onlar bədəni yükləyir, çirkləndirir, xəstəliklərə səbəb olur və qocalma prosesini sürətləndirir. Bunu anlamaq üçün sənə əmanət verilmiş bədəni tanımaq lazımdır və daha sonra öz təbiətinə uyğun yaşamaq. Salamat qalasınız.